Salam, hər birinizi xoş gördük kanalımda. Videoya keçməzdən öncə kanalıma abunə olmağı, videoya like atmağı və bildirişləri açıq saxlamağı unutmayın. Keçək videoya. Musiqi testlərimizin 4-cü hissəsi ilə qarşınızdayım. Qeyd edim ki, kanalımda musiqi nəzəriyyəsi izahları paylaşılır. Hər həftənin bazar günləri, həftədə bir dəfə olmaqla musiqi nəzəriyyəsi, yəni dərs izahı hər həftənin bazar ertəsi, çərşənbə günü və cümə günləri isə test izahı paylaşılır. Yəni 1, 3 və 5-ci günlər baxıb yararlana bilərsiniz. Başlayaq. Bugünkü testimiz olacaq ümumi not yazısı haqqında. Deməli, hansı mövzular daxildir buna? Not yazısı daxildir, not sətri, açarlar, yəni keçmişəm bunları nəzəri izahında tapa bilərsiniz. Notun uzunluğunu artıran əlavə işarələr, bir də pauzalar mövzusu buna daxildir. Başlayaq. Birinci sualımızla. Not nəyə deyilir? Dəqiqə. Not nəyə deyilir? Deməli, birinci sual çox asan bir sualdır. Not nədir? Not ümumiyyətlə musiqidə istifadə olunan termin falan deyənlər olur, amma əsl qayda belə deyil. Tərifi, səsin hündürlüyünü, bir də zamanını, müddətini deyək də, müddətini göstərən işarə. Səsin hündürlüyü və müddətini göstərən işarə nə adlanır? Musiqidə not adlanır. İkinci sual. Not sətri nədir? Notların yazıldığı sətirdə 5 dənə üfüqi xətti var, 4 dənə aralığı var da, belə də, yəni 1, 2, 3, 4, 5. Arada yəni ki 1, 2, 3, 4, 5. O demək deyil ki, burada dodur, burada re, mi, fa, sol, riyazi falan qıraqda qalmır. Oktavalara görə dəyişir. Tutaq ki, birinci oktavada do lap gəlir aşağı, kontur oktavalarda heç do, heç xəttləri çıxa bilmir. 4-cü, 5-ci oktavalarda heç xəttlərin üstündə dayana bilmir, yuxarılarda olur. 1-ci, 2-ci oktavalarda da biri burada dayanır, yuxarıya çıxır. Ən çox da 2-ci oktavada, çox qarışıq oktavada 2-ci oktava həm bir çox əsəri ilk başlayanda 1-ci oktavada deyirlər çalın, düzdür. 1-ci oktavada yoxlayın ilk dəfəni ki, oturanda da əyilib çalmayasınız 2-ci oktavada. Çünki qarşısında əyləşdiyimiz oktava bizim olacaq 1-ci oktava. Ancaq 2-ci oktavada çalın. Əsərinizi daha da güzəlləşdirmək istəyirsinizsə. Mən adətən elə eləyirəm. Deməli, notların yazıldığı sətirdə not xətti də deyilir. Keçdik 3-cü sualımızda. Neçə əsas və neçə əlavə xətt var? 5 dənə əsas xətt var. Əlavə xəttlər sayla deyil. Sayları məhdud da deyil, lazım olduqca çəkilir. Dediyim kimi, başladıq biz 1-ci oktavan deyəndə do. Birinci alt əlavə xəttin üzərində. 5 xətt deyil, 1, 2, 3, 4, 5. Burada alt əlavə xətt var, burada do xətti yerləşir. Sonra bunun altında re. Sonra mi notu hələ mi notu gəlib çıxa bilir birinci xəttdə. Fa bunların arasında, sol da ki burada. Deməli, 1, 2-ci xəttdə hələ sol yerləşir. Yəni ki, 4-cü, 5-ci oktavanı nümunə göstərsək, burada artıq biz yuxarılara gedib çıxacağıq. 4-cü sualda deyir ki, musiqidə əsas ölçülər hansılardır? Əsas not ölçüləri deməli, bütöv not, yarım not, çərək not, 8-lik, 16-lıq, 32-lik, 64-lük notlar əsasən bunlar bütöv notun bölünməsindən və çoxalmasından əmələ gələn notlardır. Əsası bütöv notdur. 5-ci tapşırığımıza baxaq, sualımıza baxaq. Bütöv notun tərkibində neçə yarım, neçə çərək, neçə 8-lik not var? Bir bütöv 2 yarıma bərabərdir. Bir bütöv almadır. Biz onu 2 yerə bölsək nə alınacaq? 2 dənə yarım alma. Onu 4 yerə bölsək, o 2 yarım var. Onların da ortadan bölsək, yəni ki, bir bütöv notu 4 yerə bölsək, 4 alınacaq. 4 dənə alma dilimi alınacaq, yəni 4 çərək not. Bir bütöv almanı 8 yerə bölsək, 8-lik not alınır. 16 yerə bölsək, 16-lıq, 32 yerə bölsək, 32-lik. Bir dənə 2-də yarım alınır. Bir dənə 4, bir toki almanı 4 yerə böldük. Çərək adlanır da, daha 4-lük falan adlanmır. Bir də 2-də yarım adlanır. Çox asandır, çox yadda qalan tərifdir. Deməli, 6-cı tapşırıqda nə deyir? Deyir ki, bir çərək not və 2 8-lik not neçəyə bərabər? Deməli, 1 çərək, 2 8-lik. 1 çərəkdir bərabər 2 8-liyə.
Yəni ki, bir çərək not 2 dənə 8-lik nota bərabərdir də. Yəni ki, bilirsiniz bunu. Ardıcıllıq belədir ki, bütöv, yarım, çərək 8-lik. Bir çərək not 2 8-lik nota bərabərdirsə, bizdən nə soruşurdu? Neçə ölçüyə bərabərdir deyir bizə. Onda bir çərək üstəgəl 2 8-lik toplayaq bunları. Bir bütöv ölçü əmələ gəlmiş olacaq. Bir dənə çərək notdur. 2 dənə də 8-lik. Birləşdi 2 çərək. Onları topladıq. Bir yarım, o da bir bütöv ölçüyə. Yəni ki, bir bütöv ölçü deyəndə bir bütöv yarım nota bərabər olacaq. Yəni ki, 4-də 1 də, 4-də 1 üstəgəl 4-də 1 bərabər yarım not. Cavabımız olacaq yarım nota bərabər olacaq. Niyə? Çünki bir çərək notumuz bərabərdir 2 dənə, yəni 2 dənə 8-lik nota. Yəni ki, başa düşürsünüz. Bütöv yarım çərək. Bütövün bölünməsindən yarım əmələ gəlir. Yarımın bölünməsindən çərək əmələ gəlir. Çərəkin bölünməsindən 8-lik əmələ gəlir. Deməli, onda çərəkin bölünməsindən 8-lik əmələ gəlirsə, biz 8-lik notu 2 yerə vursaq, çərək not əmələ gəlmiş olacaq. Yəni ki, 2 dənə 8-lik not bərabərdir 1 dənə çərək nota. Deməli, yəni ki, topladıq ta ki, 1 dənə çərək not, bu 2 dənə 8-lik not. Neçə elədi? 2 8-lik not 1 çərək eləyir. Bir dənə də ki 1 çərək, bundan da ki 1 çərək eləyir də. 2 çərək nə qədər eləyir? Daha 2 çərək yazmırıq da biz ora. Çərəkdən əvvəl gələn not yarım not idi. Ona görə cavabımız olacaq yarım nota bərabərdir. 7-ci tapşırıqda nə deyir? Hansı not 2 çərək, 4 8-lik, 8 16-lıq, 16 32-lik, 32 64-lüyə bərabərdir. Yəni ki, bir yarım nota bu qədər notlar bərabər olur da. Bir dənə yarım nota bunlar bərabər olur. Mən bunu səhv eləmirəmsə kitabda yazılmışdı nəzəriyyədə ya da ki, ya qısa short videolara ya da ki, paylaşma demişəm səhv eləmirəmsə mən bunu. Necə? Fikirləşmək lazım. Baxın, əsl imtahan sualları da çox maraqlı suallardır. Musiqi elementar nəzəriyyəsi kitabındandır bu suallar. Ümumiləşdirici tapşırıqlar da bunlar. Mən onları keçməmişəm. Bunlar bitən kimi də keçəcəm əlavə sınaq testlərinə, əsl testlərdən. 2 çərəkdir. Bir yarım neçəyə bərabərdir? 2 dənə çərək. 2 çərək üstəgəl 1 çərək üstəgəl 1 çərək bərabər 2 çərək, o da 1 yarıma. 4 dənə 8-lik bərabərdir 2 yarıma. 8 dənə 16-lıq bölün. Neçə eləyir? 16-nı 8-ə bölündə neçə eləyir? 2 eləyir. İkinci notumuz yarım not. Deyir ki, 16 32-lik. 32-ni 16-ya böləndə 2 eləyir. İkinci not hansıdır? Yarım not. 32 64-lük. 64-ü bölün 32-yə. Neçə eləyir? 2 eləyir. 2 bizim neçənci notumuzdur? Yarım notumuzdur. İkinci notumuzdur. Lap olsun 8-lik. 4-ü bölün 2'ye 2. 2 bizim hansı notumuzdur? İkinci not. İkinci yerə hansı not düşür? 8-lik not. Davam edirik. Aha, 8-ci sualda artıq açara keçir. Açar nəyə deyilir? Səsin hündürlüyünü göstərən işarədir. Açarlara mən nümunə göstərmək istəyirəm. Burada skripka açarıdır. Bas açarıdır. Bir də mezzo soprano var. Onu musiqi məktəblərində keçirlər. Adəti yoxdur o. Yəni ki, pianoda istifadə olunan açar deyil. Mən də dərsləri bilirsiniz ki, pianodan keçirəm. 9-cu sual. Skripka açarı başqa sözlə necə adlanır? Sol açarı adlanır. Niyə sol açarı adlanır? Skripka açarı budur da. Skripka açarını çəkəndə mən buradan başladım da. Baba buradan. Bu birinci oktavanın sol notudur. Bas açarı da. Bas açarında yəni ki, soruşacaq da. Bas açarı da fa açarıdır. Kiçik oktavanın fa notundan götürülür burası. Bu fa notuna təsadüf edir. Başlanğıcı fa notudur. O mənada. Deməli, davam edək 10-cu sualına. Hələ bas açarını soruşurmuş. Nə üçün belə adlanır? Kiçik oktavanın fa notundan götürülür. Digər adı fa açarı adlanır ona görə. 11-ci sual. Do açarının növləri necə adlanır və hansı xəttə yazılır? Mən keçəndə dedim ki, ehtiyacınız yoxdur buna. Amma yenə də deyim. Do açarlarının 4 dənə növ var. Sopran açarı, birinci xətt. İkinci xətt mezzo sopran açarı. Üçüncü xətt alto açarı. Dördüncü xəttdə səhv eləmirəmsə tenor açarı.
Aha. Tenordur, mezzosopranodur, sopranodur, alto açarıdır. Deməli, mezzosopran haqqında, bir də sopran haqqında məlumat vermişəm az da olsa. Amma alto və tenor açarlar haqqında məlumat verməmişəm. Lazımlı çox belə ehtiyacınız yoxdur ona görə. Həm də ki, kitabda da o qədər aydın verilməmişdi. 12-ci tapşırıq. Notların əsas ölçüsünü artıran əlavə işarələr hansılardır? Nöqtə, liqa, fermata. 3 dənə. 13-cü tapşırığa nəzər yetirək. Notun sağ tərəfində yazılan nöqtə ilə ölçünü nə qədər artırmaq olar? Öz uzunluğunun yarısı qədər. Not 1-dirsə, tutaq ki, onun yarısı qədər. 0,5 artacaq. Öz uzunluğunu yarısı qədər artırmaq olar notu. Davamı yanlışdır da. Yəni ki, çox artırmaq olmaz. 14-cü tapşırıq. Notun əsas ölçüsü liqa vasitəsilə necə artırılır? Liqa bax, budur. Notlar verilib tutaq ki, bizə. Bunların arasında birləşdən bu var ha. Gülmək kimi olan. Belə də ola bilər lap. Liqadır bu. Yazıram lap üstünə. Bilmirsinizsə yadınızda saxlayın ki, bunun adı liqadır. Aha. Hə, davam edək sualımızdan. Əsl izahı belə olmalıdır ki, eyni səsləri birləşdirir liqa. Eyni səsləri, notları yox, səsləri. Yəni not da deyə bilərsiniz, amma səsdə qayda belədir. Eyni səsləri birləşdirir, onların müddətini birləşdirir. Yəni notlar bir bütöv kimi səslənir. Bayaq çəkdim ha bunlar. Bu birləşdirir ha. Bunlar da bir. Daha bu notu səsləyim, sonra keçim bu bizim notu piyanoda, yəni səsləyim, elə bir şey olmaz. Yəni ki, bastınız da 2 klavişə birdən basacaqsınız piyanoda. Birləşdirib ifa edəcəksiniz. 15-ci tapşırıq. Fermata nəyə deyilir? Fermata əsas ölçünü nə qədər artırır, bu nədən asılıdır? Dirijorun və işıqda oradakı ifaçının qərarından asılıdır. Bunu dedim ki, mən fermatanı keçəndə fermatanın işarəsini çəkməyə biraz çətindir. Çünki o üçün gərək xanə çəkəm mən burada. Xanə də çəksəm o boyda ekranda yerim yoxdur mənim. Bu səsi elə bil ki, notun bir də ki, pauzanın üzərinə qoyulur. Yarım dairə bir şeydir. Belə bir şeydir. Basınçanın bənzəyi biraz, amma ki, burada göstərənmərəm də, indi xanə lazımdır onun üçün. Yəni ki, o dirijor onu nə qədər uzatsa, ifaçı nə qədər göstərsə, o qədər eləyəcəksiniz də. Yəni ki, o sizin verə biləcəyiniz bir qərar deyil. 16-cı tapşırıq. Pauza nədir? Bir də səslənəmişəm pauzaya. Səsin kəsildiyi və səssizlik olan müddətini göstərən işarəyə. Yəni ki, mən danışıram. Fasilə verdim, nələ deyil? Yenə verdim fasilə. Musiqi də belədir də. Pərə bassan sol, la, si, fa, sol, la, si, do, re, mi, fa, fa, sol, la, si, do, re, mi. Elə çalsan geçsən o dəqiqə dalbadarı tez-tez çalsan, onda həm oxuyan üçün çətin olar, həm də çalan üçün çətin olar. Pauzalar. Biz səlis danışıqda da müəyyən dayanacaqlara yol veririk, danışanda da fasilələrə yol veririk. Pauzalarda da bu belədir. Pauzalar nə üçündür bəs? Fasilə vermək üçün. Musiqidəki fasilələrə pauzalar deyilir. 17-ci tapşırığa baxaq. Deyir ki, bütöv və yarım pauzalar neçənci xəttdə yazılmalıdır? Deməli, bütöv pauza 4-cü xətt, 4-cü xəttin altından, yarım pauzadakı 3-cü xəttin üstündə qoyulmaqdadır. Deməli, bu qədər bugünkü test izahımız. Ümid edirəm bəyəndiniz test izahını. Əgər bəyəndinizsə, kanalıma abunə olmağı, videoya like atmağı və bildirişləri açıq saxlamağı unutmayın. Sağ olun gələn testlərə qədər.